Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəbərlərin saat 11 buraxılışı ilə qarşınızdayıq. Studiyada Röya Rafqızıdır. Bu həftə İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Tobias Tayberg öz həmkarı Məmməd Talıbov, eləcə də Xarici İşlər Nazirliyinin müavini Fariz Rızayev, Prezidentin köməkçisi Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqları üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə səmərəli görüşlər keçirdib. Açıqlamanı İsveç səfirliyi yayıb. Vurğulanıb ki, müzakirələr iki tərəfli məsələləri, Ermənistanla sülh və normallaşma prosesini, həmçinin qarşılıqlı maraq doğuran digər regional inkişaf məsələlərini əhatə edib. Səfər çərçivəsində Tayberg həmçinin beyin mərkəzlərinin, vətəndaş cəmiyyətinin və Azərbaycanda fəaliyyət göstərən İsveç şirkətlərinin nümayəndələri ilə də faydalı fikir mübadiləsi aparıb, məlumata vurğulanıb. İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 26 ailə, 142 nəfər köçülüb. Doğma yurda qayıdan sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yoldan canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. İran Birləşmiş Ştatlar tərəfindən ediləcək istənilən aqressiv addımı geniş miqyaslı müharibənin başlanğıcı kimi qiymətləndirəcək və Tehranın cavabı gecikməyəcək. Ali lider Ayətullah Əli Xameneyinin müşaviri Əli Şamxani X sosial şəbəkəsində belə bir xəbərdarlıq edib. O hesab edir ki, limitli zərbə anlayışı bir illüziyadır. Şamxaninin sözlərinə əsasən ölkəsinin cavabı yalnız Birləşmiş Ştatlar və İsrailə deyil, bu aqressiyanı dəstəkləyən digər dövlətlərə qarşı da yönələcək. Daha əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Trump İran nümayəndələrinin danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından imtina nəzərdə tutan razılaşma imzalayacağına ümid etdiyini bildirmişdi. Daha bir hazır xəbərdarlığı İslam Respublikasının Xarici İşlər Nazirliyindən gəlib. Belə ki, Abbas Əraqçı X sosial şəbəkə hesabında cəsarətli silahlı qüvvələrimiz hazırdır, barmaqlar tətikdədir mesajını verib. Onlar sevimli ölkəmizin torpağına, hava məkanına və ərazi sularına qarşı istənilən təcavüzə tez və qətiyyətlə cavab verməyə hazırdırlar. 12 günlük müharibədən əldə etdiyimiz dəyərli dərslər bizə indi daha böyük güc, sürət və intensivliklə cavab verməyə imkan yaratdı, deyə o vurğulayıb. Nazir qeyd edib ki, eyni zamanda İran həmişə bərabərliyə əsaslanan və hər hansı bir məcburiyyət və ya təhdiddən azad olan ədalətli və qarşılıqlı faydalı nüvə sazişini alqışlayıb. Bu müqavilə İranın dinc nüvə texnologiyası hüququnu təmin edir və nüvə silahı əldə etməyəcəyinə zəmanət verir. Bu cür silahların təhlükəsizlik hesablamalarımızda yeri yoxdur və biz heç vaxt onları əldə etməyə çalışmamışıq, deyə Abbas Əraqçı diqqətə çatdırıb. Amerika Birləşmiş Ştatları İsrail və Suriyaya mart ayına qədər təhlükəsizlik sazişi üzrə danışıqları başa çatdırmaq üçün təzyiq göstərir. Middle East Eye mənbələri istinadən vurğulayır ki, müqavilə tezliklə elan edilə bilər. Nəşrin informasiyasına görə Vaşinqton prosesi sürətləndirməkdə israrlıdır. Lakin hər iki tərəf strateji əhəmiyyətli yüksəkliklərin nəzarəti ilə bağlı sərt mövqe tutub. Mənbələr qeyd edirlər ki, danışıqlarda həll olunmayan yeganə məsələ Hermon dağı ətrafındakı vəziyyətdir. Müzakirələrlə tanış olan mənbənin sözlərinə əsasən bu məsələ Birləşmiş Ştatlar prezidenti ilə Suriya keçid dövrünün lideri arasında bu yaxınlarda baş tutan telefon danışığı zamanı qaldırılıb. İdeaya əsasən Trump Əl-Şariyə İsrailin baş naziri Benyamin Netanyahuya Dəməşqlə təhlükəsizlik sazişini yekunlaşdırmaq üçün bir ay vaxt verdiyini bildirib. Onun sözlərinə görə dialoqda artıq əhəmiyyətli irəliləyiş əldə edilib. Yeganə məsələ Hermon dağı ilə bağlıdır. Digər məqamlarda razılıq var, deyə mənbə açıqlayıb. Ötən gecə Rusiya Zaporojye vilayətinin Volyansk şəhərinə hücum edib. Union xəbər verir ki, hücum nəticəsində mülki əhali arasında ölənlər var. Qeyd edək ki, Rusiya qoşunları Zaporojye rayonunu zərbə pualları ilə hədəf alaraq Volyansk fərdi yaşayış sektoruna zərbələr endirib. Nəticədə evlər dağılıb, yanğınlar baş verib. 2 qadın və 1 kişi həlak olub, daha 1 kişi isə yaralanıb.
Danimarka Xarici İşlər Nazirliyinin açıqlamasına görə Kopenhagen, Vaşinqton və Qrenlandiya nümayəndələri arasında keçilən görüşdə Arktikada təhlükəsizlik məsələləri müzakirə olunub. Tərəflər Birləşmiş Ştatları narahat edən Arktika təhlükəsizlik məsələlərinin Danimarka Krallığının qırmızı xəttlərinə riayət olunmaqla necə həll edilə biləcəyi barədə fikir mübadiləsi aparıblar. Məlumata görə yanvarın 14-də Vaşinqtonda Danimarka və Qrenlandiyanın Xarici İşlər Nazirləri Birləşmiş Ştatların vitse-prezidenti J.D. Vance və dövlət katibi Marco Rubio ilə görüşüblər. Daha sonra Danimarkanın baş diplomatı bildirib ki, bu məsləhətləşmələr zamanı Kopenhagen Birləşmiş Ştatların Qrenlandiyanı özünə birləşdirmək niyyətindən daşındıra bilməyib. Görüşdə tərəflər adanın gələcəyi ilə bağlı qarşılıqlı anlaşmanın mümkünlüyünü araşdırmaq məqsədilə mütəmadi toplaşacaq işçi qrupunun yaradılması barədə razılığa gəliblər. COMEX birjasında fevral ayı üçün qızıl füçesilərinin bir daha tarixi maksimum yeniliyib və 1 troya unsiyasının qiyməti $5600 keçib. Bunu ticarət platformasının məlumatları göstərir. Bakı vaxtı ilə saat 3:39 olan məlumata əsasən qiymətli metalın 1 troya unsiyasının qiyməti $5626,80 olub. Saat 3:48-ə olan məlumata görə isə qızılın qiyməti $5544,6 qədər yavaşlayıb. Günün əvvəlində qızıl füçesiləri artıq bütün zamanların ən yüksək həddindən çatmış və $5400 keçmişdi. Beləliklə, qiymətli metalın bir gecəlik pik qiyməti arasındakı fərq hazırda $200-dan çoxdur. Dünya bazarlarında Azerlight markalı Azərbaycan nefti bahalaşıb. Belə ki, neftinin bir bareli olan qiyməti 1,6 ABŞ dolları və ya 1,53% artaraq 70,37 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,131 ABŞ dolları təşkil edib. Bu iki dövlət büdcəsində Azerlight markalı Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerjisi sistemi ilə birləşdirilməsi, eyni zamanda Azərbaycan, Türkiyə, Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinə başlanılıb. Azərenerji tərəfindən Cəbrayılda, Ağbəndə qədər 74 km, paralel olaraq isə Naxçıvandan Ordubadın sərhədinədək 105 km uzunluğunda 2 dövrəli və 1000 megawatt yük ötürmə qabiliyyətinə malik 330 kV-lıq yüksək gərginlikli ötürmə xətti inşa olunur. Araz çayı boyunca bir sıra ərazilərdə isə dağlıq və qayalı massivlərin yarılmasından keçən xətt son dərəcə mürəkkəb relyef və ağır iqlim şəraitindən çəkilir. Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 km məsafədə əlavə ötürmə xətti inşa ediləcək və həmin xətt gələcəkdə Ağbənd və Ordubad istiqamətində çəkilən xəttə birləşdiriləcək. Azərbaycan, Türkiyə, Avropa enerji dəhlizi layihəsinin davamlı olaraq daha bir strateji mərhələnin icrası planlaşdırılır. 230 kilometrlik məsafədə Naxçıvandan Türkiyəyə 400 kV-lıq ötürmə xəttinin çəkilməsi və ölkə tarixində ilk dəfə olaraq 400 kV gərginlik sinfi üzrə çevirici yarımstansiyanın tikilməsi nəzərdə tutulur. Azərbaycan Asiya İnkişaf Bankının su ehtiyatları sahəsində trans-sərhəd əməkdaşlığının gücləndirilməsinə və iqlim dəyişikliyi ilə bağlı məsələlərin davamlı şəkildə idarə olunmasına istiqamətlənən regional layihəsinə qoşulub. Bankdan məlumat verilib ki, layihə Azərbaycanla yanaşı Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir. Təsdiqlənən layihə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının su sahəsi istiqamətində həyata keçirilir. Texniki yardımın ümumi dəyəri 750.000 ABŞ dollarıdır. Maliyyələşdirmənin Asiya İnkişaf Bankının xüsusi texniki yardım fondu hesabına həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı bu texniki yardımla su ehtiyatlarının koordinasiyalı və dayanıqlı inkişafını təmin etmək məqsədi ilə ölkələri bu sahə üzrə mütəxəssisləri bununla bağlı qəbul ediləcək siyasi qərarları və layihələri birləşdirəcək regional əməkdaşlıq platformasının yaradılması nəzərdə tutulur. Bakıda 2 nəfər dəm qazından zəhərlənib. Nizami rayonu ərazisində kirayədə yaşayan Qənbəralıyev İmran Temuroğlu və Məmiyev Ramazan Rafiqoğlu dəm qazından təsirindən zəhərlənib. Ramazan Məmiyev hadisə yerində həyatını itirib. İmran Qənbəraliyevin isə
kliniki tibbi mərkəzə yerləşdirilib. Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır. Qubadda da kişi dəm qazından boğularaq ölüb. Asif Ələkbərov özünə məxsus fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib. Faktla bağlı Quba rayonu prokurorluğunda araşdırma aparılır. Paytaxtın Sabunçu rayonunda talama cinayəti qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib ki, zərər çəkən polisə müraciət edərək Maştağa qəsəbəsində yerləşən ona məxsus istixanadan 50.000 manat dəyərində qazanxana avadanlıqlarının naməlum şəraitdə oğurlandığı bildirilib. Polislərin keçirdiyi tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllərdə məhkum olunan Mahir Həsənov və Tural Hacıyev saxlanılıblar. Onların bir müddət əvvəl fəaliyyətini dayandıran istixananı kənardan müşahidə etdikləri və gediş-gəliş olmadığını görüb talama cinayətini törətdikləri müəyyənləşib. Şəxslər hadisədən sonra əraziyə evakuator çağıraraq oğurladıqları avadanlıqların onlara məxsus olduğunu bildirib, satmaq məqsədi ilə daşımasını təşkil ediblər. Tural Hacıyevin bir müddət əvvəl qohumunun evindən 4500 manat nəqd pul oğurladığı da məlum olub. Əməlləri törətməkdə şübhəli bilinən Hüseyin Quliyev də saxlanılıb. Onun daha 2 evdən məişət əşyaları və inşaat materialları oğurladığı müəyyənləşib. Faktla bağlı araşdırmalar davam etdirilir. Belə hörmətli izləyicilər, saatın əsas xəbərlərini burada yekunlaşdırıb söz ötürürəm Çinarəyə. Növbəti saata hansı yeniliklərdən məlumatlarımız olacaq? Çinarə bizlərə buyursun, anonsları təqdim etsin. Təşəkkürümü bildirirəm Röya. Təbii ki, dünyanın diqqəti hazırda İranda baş verən proseslərə yönəlib və növbəti saatlar ərzində İrana hücum edilə biləcəyi ilə bağlı çağırışlar, xəbərlər var. Müxtəlif ölkələrdən də Amerika Birləşmiş Ştatları ilə bağlı danışıqlar aparılır və onlar Amerika Birləşmiş Ştatlarını bu hücumdan çəkindirməyə çalışırlar. Donald Trump'ın qərarı nə olacaq? Biz daha çox bunun üzərində fokuslanacağıq, amma digər mövzulardan da danışacağıq. Gördüyümüz kimi gündəmin aktual xəbərlərinin ətraflı müzakirələri olacaq. Uğurlar arzulayıram Çinarə sənə. Mən isə növbəti saatlarda yenidən görüşünüzə gələcəm. Hələlik.